4-ün birində nə deyir? Blinking is a highly complex physical movement. Çox qarışıq, mürəkkəb fiziki bir hərəkətdir. Baxaq görək qarışıq mürəkkəbdirmi? Baxın, uşaqlar. Ay, sağ ol. Like a simple movement deyibdir. Ancaq kompleks, qarışıq, mürəkkəbdir. Deməli, burada olacaqdır B variantı, yəni false-dur kompleks sözünə görə. 2-də deyir, people blink without being aware of it. Being aware bərabərdir, xəbəri olmadan deməkdir. Without, unaware, xəbəri olmadan, being aware, xəbərdar olaraq. Amma burada görsən, without məsələsi var. Deyir, xəbərdar olmadan, xəbərsiz gözlərini qırpır insanlar. Yəni necə? Avtomatik olaraq. Yəni, do without thinking about it. Onun haqqında düşünmədən. Bir də automatically sözü var idi hardasa. Blink automatically. Yəni, xəbərsiz. Yəni, onu məqsədli şəkildə eləmir də, avtomatik şəkildədir. Görürsən? Bəli. Deməli olacaqdır A. 3-ə baxıram. A person typically blinks bir nəfər per minute 15 fewer nədir? Bax, if you demişdik qarşısında article varsa nə qədərdir? Bəs edəcək qədər, kifayət qədərdir, müsbət mənalıdır. Ancaq few deyəndə qarşısında article yoxdursa, bu nədir? Mənfi mənalıdır. Heç yox, az, mənfi mənalı, azdır. Yəni deyir 15 dəfədən az göz qırpır. Baxaq görək 15 dəfədən azdır. Deyir təxminən 15 to 20 minutes times per minute. Bəli, 15-20 dəfə. Amma deyir 15-dən az. Demək ki, burada səhvdir. Hansı sözə görə? Fewer sözünə görə. 4-də baxıram. Blinking normal human action. Normal insan hərəkətidir. Baxaq görək, normaldırmı? Normal insan hərəkətidir. Bəli, normal bir şeydir də. Yəni bir dənə onu tapaq da görə bilmirəm. Important action demişdi. Sən dediyin hissə hardadır? Birinci cümlə olar. Natural. Bəli. Heç ora diqqət eləmirəm. A natural process. A natural process burada nə deyir? Normal human action. Eyni mənaya gəlir. Normal human action, sonra natural process eyni mənaya gəlir. Bu da olacaqdır true.